Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Müğənni Aysun İsmailovanın keçmiş həyat yoldaşı Eşkin Cəlilov ilk dəfə boşanmalarından danışıb. Qafqaz.info-ya xəbər verir ki, o bu barədə Magazin Plus verilişinə müsahibə verib. Eşkinin sözlərinə görə Aysun'a qarşı sevgisi deyil, etibarı bitib, xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi rəqsanə. İsmailovanın cavabı özünü çox gözlətməyib. O, sosial şəbəkə hesabında canlı yayım açıb, Aysunun başına gələnlərdən danışıb, Eşkin Aysun'a əl də qaldırılıb, söyüş də söyüb. Aysunun yaşadıklarını heç bir insan yaşaya bilməzdi. Yenə də o susub, dözüb, ailəsini tutub. Aysun birinci davalarından sonra da ailəsini seçdi. Dedi ki, anam mən Eşkinə ikinci dəfə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşkini qabağıma qoydum, danışdım, başa saldım. Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.